Bugün sizə sərfəli, əşyalı bir mənzil çəkib təqdim eləyəcəm. Heydər Əliyev prospekti 167-də bəzi müştərilərimiz gəlir, kalkulatoru çıxardı, deyir ki, kvadratı 1800-ə çıxdı, 1700-ə çıxdı, 2000-ə çıxdı. Əziz qardaşım, 1330 manatda. Endirimi də hesablasan, bu mənzilin kvadratı 1280-ə zada çıxır. Əşyalı, skvaznoy, 3 otaqlı bir mənzildir. Mənzilimizin qonaq otağıdır və şəxsi üçün təmir olunmuş bir mənzildir. Əşyaları deyim də, deməli, kondisionerimiz var, divanımız var. Burada 2 ədəd divanımız var, soyuducumuz, paltaryanımız, televizorumuz, qaz peçinə qədər hər bir şey var bu mənzilin. Mərtəbədə ideal mərtəbədir. 7-nin 4-üdür. Lifti var, qazı var, suyu var, işığı var, parkı var, məktəbə, bağçaya. Tam ideal bir mənzildir. Keçək mənzilimizə danışayım. Mənzilimiz dediyim kimi yerçəkən skvaznoy bir mənzildir. Əziz qardaşım, çək təqdim elə qapıdır. Seyf qapı ilə əvəz olunur. Wi-Fi-nə qədər var. Gəbəri, əziz qardaşım. İstilik sistemi kombidir. O sözüm o müştərilərədir. Bax, kalkulatoru çıxardırsınız. 1300 manatdan sizə ev təklif eləyirəm. Özü də 80 kvadrat. Deməli, yataq dəstədə qalır. Hamısı mənzildə qalır. Heç bir əşya deyilmir. Dedim ki, bir-iki əşya mənzil sahibi çıxardacaq. Qalan hamısı qalır. Hamam otağından sizə tanış edeyim. Mənzilimizin hamam otağı. Gözəl bir dənə duş kabininə qədər var. Hər şəraiti var. Çox ideal bir mənzildir və əsas yataq otağı. Yataq otaqları ikisi də genişdir. Çox qəşəng. Geniş belə. Mənzil sahibi vallahi belə bugünkü gündə bunu yığdanda 3000-4000 pul tələb edir. Və burada eyvan hissəsidir. Deməli, binanın arxa hissəsinə baxır. Yerçəkən skvaznoy mənzildir. 107 minə əşyalıdır. 7-nin 4-ü. İdeal bir mənzil sizə çəkib təqdim elədim. Haçar var. Günün istənilən bu vaxtı bu mənzilə baxmaq olar. Alqı-satqıdan sonra 1 ay möhlət veriləcək. Kimə maraqlı olsun, bizimlə əlaqə saxlaya bilər. Bugünlük bu qədər, sağ olun, var olun.